Bəli, Saday Əliverdiyev Bravo Tech şirkətinin direktoru hal-hazırda bizimlədir. Şirkətimiz Bravo Tech şirkətidir. Aqar Şirkətlər qrupunun bir şirkətidir. Sahəmiz IT-dir. Ümumiyyətlə, günümüzün bu dəqiqə demək olar ki, ən çox tələbat görən iki sahəsi var. Datadır və IT. 12 ildir, 13 ildir fəaliyyət göstəririk. IT ilə bağlı müxtəlif həllər, internet xidməti, giriş-çıxış sistemləridir, təhlükəsizlikdir, ağlınıza nə gəlirsə. Burada hal-hazırda cəmiyyətimiz üçün, biznesimiz üçün ən böyük problemlərdən biri yeni kadrların çatışmazlıq məsələsidir. Məsələn, fərd olaraq bizim hal-hazırda öhdəliyimiz budur, mən bir rəhbər olaraq. Hansısa bir yoldaşı götürüb, yetişdirib növbəti biznesi hazırlamaqdır. Ölkəmizdə 4-5 böyük şirkətlər qrupu həmçinin biz qata biləcəyimiz dəyər olan yoldaşlara ödənişsiz təlimlər təşkil edirik, hətta təqaüd veririk. A qrup olaraq həmçinin yoldaşlar günləri sabah üçün artıq yetişirlər və onlardan özümüz faydalanırıq, özümüz götürürük və yaxud da referans veririk və bir baza formalaşdırırıq. Bu da biznesimizin sosial məsuliyyət tərəfidir əslində.